Əgər sən təkəbbürlü deyilsənsə, adi adamsansa, onda deməli sənin bu cəmaatla mehriban olmaq istəyin qarşısında maneə yoxdur. Heç nə sənə mane olmur cəmaatla mehriban olmaq. Sən mehribanlıq göstər cəmaata, salam ver, gülər üzlə, hal-əhval tut, filan elə. Ki qəlbinin o yaxşı hissəsini böyüdəsən, o məhəbbət hissəsini böyüdəsən. Bu məhəbbət ki içində böyüdü, onu çıxart hansısa bir pis istəyin qabağına döyüşdür, qələbə çal. Yoxsa sən əli boş pis istəklərinlə necə mübarizə aparacaqsan? Adamları gördün bir üstlərinə gül. Dinən sənin filan problemin vardı, o vaxt eşitmişdim, nə oldu? Bilirsiniz, dünyalar bağışlamış olursan insana. Onun qəlbinə ki sən sevinç verirsən, ha, ürəyində bir nə qədər böyük bir nuraniyyət yaranır. Əvəzsiz qalmır ki.